Bəni İsrail niyə Allahın lənətinə düçar oldular? Məyər Peyğəmbər gəlməmişdi onlara? Daha çox Peyğəmbər onlara gəlmişdi. Məyər Allah onlara nemət verməmişdi? Maddi və mənəvi nemətlər Allah onlara vermişdi. Bəs nə oldu ki, belə bir vəziyyətə düşdülər? Allah Qurani Kərimdə onlar barədə danışanda onlara lənət deyir. Allah Qurani Kərimdə onlar barədə danışanda onların qəlbini möhürlənmiş kimi qeyd eləyir. Səbəb buydu. Baxın, bir mövqedə qala bilmədilər. Peyğəmbərə qarşı gündə bir mövqe dəyişirdilər. Bir-birlərinə qarşı gündə bir mövqe dəyişirdilər. Gah Allaha ibadət edirdilər, gah buzuğa ibadət edirdilər. Bu sadiq insan deyil, bu sədaqətli insan deyil. Qurani Kərimdə sədaqət məsələsinə çox diqqət çəkilir. Və onların həmən o mübarək torpaqlardan çıxarılması və hələ də hədəf budur ki, Yahudi, Bəni İsrail, Siyonist o torpaqlarda ağalıq etməməlidir, hökmranlıq etməməlidir. Səbəbi bilirsiniz nədir? Çünki o torpaqlar müqəddəs torpaqlardır, sadiq torpaqlardır. Allah Quranda buyurur ki, وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ. Bəli, Allah buyurur ki, biz onları sadiq, sədaqətli, mübarək bir torpaqda yerləşdirdik. Bir yerin ki, maddi və mənəvi nemətləri ola, o torpaq, o yer sadiq yer sayılır. Və orada yaşayanlar, o şəxslərin haqqı var ki, onlar özləri sadiq olalar. Yalançıların, mövqeyini tez-tez dəyişənlərin sadiq torpaqda yaşamaqla haqqları yoxdur.